Mən başladım cehizlərimi lağafaya qoyurdum, satırdım, pulu verirdim ona, o gedirdi, nəşə götürürdü, dərman götürürdü, gəlirdi, biz çəkirdik. İlk dəfə istifadəm 19 yaşımda başladım. Universitet bitirib ailə qurdum 19 yaşımda. İlk istifadəm yoldaşımla bir yerdə başladı. O təbii o istifadə edirdi. Mənə də ucatdı. Mən də onunla bir yerdə çəkməyə başladım. Mən ondan soruşanda ki, bəs necə olacaq da bu narkotikdir də biz istifadəyə başlamışıq, özü də hər gün çəkirdik. Onlar dedi ki, mən gedib qravda səndən gizlin başqa qızla çəkmirəm ki. Gəlirəm evdə sənin yanında, yoldaşımın yanında öz evimdə çəkirəm. Burada səhv etmək yoxdur. Mən də onda fikirləşdim ki, düz deyir də. Məndən gizlin gedib başqa yerdə çəkməyindən gəlsin evdə mənimlə bir yerdə çəksin. Daha yaxşı olar və eləliklə başladıq istifadəyə. Başlarda əslində problem yox idi, çünki ikimiz də işləyirdik. Hər gün axşam işdən çıxırdıq, götürürdük, gəlirdi otururduq evdə çəkirdik. Amma zaman keçdikcə, hansı ki o 2 ilin sonlarında, bir il sonra o işdən çıxdı, mən də işdən çıxdım. İkimiz də oturduq evdə. Bir təhər pul tapıb yenə də götürürdük, çəkirdik. Amma 2 ilə çatana yaxın vəziyyət elə yaranmışdı ki, yəni heç bir iş alınmırdı, bizim pulumuz qalmamışdı. İstifadə eləmək istəyirdik. Yəni borclar yığılmışdı. Yəni biz dibdə idik də. Nə işə vermirdi bizə, təsir eləmirdi. Biz onu qaldırırdıq, günə bir baş çəkirdik. Bir müddət sonra yenə 1 qram çəkməyə başladıq. Bir müddət nə işə çəkəndən sonra biz gördük ki, bizə təsir eləmir də, nə işin dozasında qaldırsaq o artıq bizə heç nə vermir. Biz keçdik lirika atmağa. Biz başladıq lirikanı atırdıq, üstündən də nə işə çəkirdik. Belə daha da artırmağa başladıq. Narkotik istifadəsi. 2 il evli qaldıq, 2 ilin sonunda ayrıldıq. Biz işləyə bilmirdik. Biz ancaq bizim tək dərdimiz gün ərzində o idi ki, biz axşama necə nə işə tapacağıq, necə dərman tapacağıq, necə istifadə edəcəyik. Gün ərzində fikrimizdəki tək şey bu idi. Hansı ki, yeməyi, içməyin dərdini heç elə çəkmirdik də. Mən başladım cehizlərimi lağafaya qoyurdum, satırdım, pul verirdim ona, o gedirdi, nəşə götürürdü, dərman götürürdü, gəlirdi, biz çəkirdik. Elə mənim anam gəlir evə soruşur ki, jurnal nə hardadır? Deyirəm ki, qırıldı, atdıq. Ben özüm də tapa bilmirəm ki, nə bəhanə edeyim, nə deyim də, yavaş-yavaş o da tutuldu söhbəti. Başa düşürdüm ki, biz batırıq da günü-gündən. Biz onunla danışdık ki, gəl 10 gün fasilə verək, biraz toparlanaq, özümüzə gələk, 10 gün sonra təzədən davam eləyək istifadəyə. Bu 10 gün içində bizim münasibətimiz elə bir hala gəldi ki, biz başladı davalar, qırğınlar. Özümüz də gördük ki, biz bir-birimizi əslində sevmirik də. Yəni bizim münasibətimiz ailə deyil, sevgi deyil. Biz sadəcə bir-birimizdən asılıyıq. Əsasən də mən narkotikə görə ondan asılı qalmışam.